Bəzən insanlar zədələrində, məsələn, olur diz ağrıyır, sual versən ki, ən çox ağrı hara vurur? Məsəl üçün, aşağı nahiyəni göstərir ki, dizimin gözündədir problem, amma elə bil bu tərəfə vurur. Deməli, artıq göstərdi yeri sənə. Məsələn, mən bu üsulu istifadə edirəm. Məsələn, boynun ağrır, nə edirsən? Belə edirəm. Niyə edir? Adam özünə dartınma etdi. Niyə rahatladı o da? O deyir sənə əslində bəzi şeyləri. Yəni, bədənimizi dinləməyi öyrənəcəyik. Tək buna güvənməyəcəyik. Adəti insanlara dediyim kimi, onlara dayaq sisteminə kim cavabdehdir? O kim həkimlərə müraciət edəcək və biləcək ki, sadəcə nəyisə qurmaq çıxış yolu deyil, məşqçi əzələyə gücdə, qüvvədə, dözümlükdə, sürətdə, çeviklik, koordinasiyada və kognitiv sağlamlıq verməyə bacarmalıdır. Bunu quran məşqçidən istədiyinizi ala biləcəksiniz. Hə, bu məşqçi varmı? Siz tələbi qoyun, yetişsin. Tələb olmadığı müddətcə onsuz da satırda xidmətini yetişməlidir ki, niyə özünə əziyyət versin və pul xərcləsin.